Salam, hörmətli icazə. Mən hüquqşünas Zaur Seyidzadə dəfələrlə pensiyadan bağlı məlumatlar vermişəm. İndi də mən icrayacağım sual verib ki, 12 yaşından 18 yaşına qədər uşağa baxmışam, 60 yaşında pensiya çıxa bilərəm. Digəri yazıb ki, 3 uşağım var, 55 yaşında pensiya çıxa bilər. Əslində mən şəxsən bu barədə danışmışam. İndi görürəm ki, cəmaata video atıb bilmirlər. Ona görə qərara gəldim, bu barədə məlumat verim ki, hansı halda əldə qulluq edərsiniz, yəni anlam daha tez pensiya çıxa bilərsiniz, hansı halda normal pensiya yaşında çıxa bilərsiniz, əldə qulluq edərsiniz görə. Bu barədə məlumat verəcəm. Amma hörmətli icracə, hər şey aydın olması üçün video sonuna qədər baxın ki, aydın olsun, yanlışıq baxırsınız. Bir də sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbər olsun. Hörmətli izləyicilər, bir də ki, mənim sizin köməyinizə ehtiyacım var. Kömək edin. Kömək nədən ibarətdir? Videonu bəyənin, YouTube kanalına abunə olun ki, mənim dünyanın 40 tanınmış şəhərləri haqqında hazırladığım kitab 20 manat satıram. Bunu mən həm əli arabasında olduğuma görə araşdırma aparmışam, mənə maraqlı olub. Həm hüquqşünas kimi maraqlı olub. Araşdırma aparmışam. Həm də əli təşkilatın rəhbəri kimi. İndi də 20 manat satıram. Burada ki, dünyanın 40 tanınmış şəhərləri var. Mümkün Ağa da var, Uzurtda var, başqaları da var. Hörmətli icracə. Ona görə xahiş et, dəstək var bir-birimiz. Bundan əlavə mən hüquqi yardım göstərirəm. İstər telefonu, istər əyani, YouTube kanalına abunə olan şəxslər üçün hüquqi məsləhətin verilməsi 10 manatdır. Ərzələri yazıb 50 manata e-mail, WhatsApp ünvanına göndərirəm. Evdən çıxıb gəlməyə ehtiyac olmur. Hörmətli icracə. Dəstək olaraq bəlkə keçər mövzudakı, yəni pensiyanla bağlı məlumat verir ki, hansı halda 50 il şəxsə qulluq edirsinizsə, vaxtından əvvəl çıxa bilərsiniz, hansı halda normal vaxtında çıxa bilərsiniz, baxmayın ki, pensiya kapitalı olmasa da. Deməli, birinci onu qeyd edin ki, hörmətli icracə, 50 uşağa qulluq edən valideyn, ana, o halda çıxa bilər ki, ya 5 uşağı olmalıdır, ya da bir 50 olan uşaq qulluq eləməlidir. Amma 8 yaşına qədər o uşaq olmalıdır. 8 yaşından sonra yox. Bu xanım sual verir ki, mən məsələn 12 yaşından 18 yaşına qədər qulluq eləmişəm. Yox, mütləq qaydada 8 yaşına qədər başlaması qulluq eləməyə, vaxtından əvvəl çıxmağa. Amma 8 yaşından sonra qulluq edirsinizsə, normal bu staj gedir. 18 yaşından sonra da qulluq edirsinizsə, staj gedir. Qanunvericidə yazılır ki, hörmətli icracə, 25 il staj olmalıdır. Ya da ki, belediyədə pensiya kapitalı olmalıdır. 50-yə qulluq edirsinizsə, pensiya kapitalı olmadığı üçün staj gedəcək. Onu da qeyd edin ki, mən bu barədə məlumat vermişəm. 2006-dan 2018-ə qədər bir gündə işləmişsinizsə, avtomatik staj hesab olunur. 25 il. Hörmətli icracə. Nəzərə alın. Və ya vaxtından əvvəl pensiya çıxmaq istəyirsinizsə, dediyim kimi, ya 5 dənə uşaq olmalıdır, ya da xüsusi ağır şəraitdə işləməlisiniz. Qadınlar 13 ya 12 6 ay. Hörmətli icracə. Onda vaxtından əvvəl çıxa bilərsiniz. İndi hal-hazırda qadınların pensiya yaşı, normal yaş 64 yaş 6 aydır. Amma ki, kişilər 65. Artıq 2027-ci ildən hər ikisi 65 oldu. Yəni, ortalama götürəndə Azərbaycanda pensiya yaşı vaxtından əvvəl çıxdığına görə 65-dir. Yəni, hüquq mühafizə orqanlarında işləyənlər biraz vaxtından əvvəl çıxa bilər. Yəni, nə görə deyəm, vətəndaş sual vermişdi ki, bəs mənim 3 dənə uşaq var, 55 yaşında çıxa bilərəmmi? Yox. 55 yox. 65 yaşında çıxa bilərsə, o da bir halda ki, 5 dənədən çox uşağınız olsun və ya 8 yaşına qədər birinci qrup uşağı qulluq etmiş olasınız. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. O halda. Eyni zamanda bir daha qeyd edən ki, 2006-cı ilə qədər ya sizin 25 il staj olmalı, ya 2006-dan 2018-ə qədər işləmişsinizsə, bir gündə artıq 25 il staj hesab olunur. Normal əylə qulluq edici halda normal staj hesab olunur. Amma 8 yaşına qədər qulluq edicdə 5 il azalma gedir. Hörmətli izləyicilər. Buna baxmayaraq
minimum 25'i istəsə yığmalısınız. Məsəl üçün deyəm, 15'i işləmisinizsə, onu əgər qulluq eləmisinizsə, avtomatik hesab olunur. Bunu mən həm hüquqşünas kimi deyəm, həm əyri arabasında olan şəxs kimi deyəm, həm də əyri təşkilatın rəhbəri kimi deyəm. Hörmətli icracılar, nəzərə alın. Əsas məsələdən bir daha qeyd edirəm ki, mənim 1700-dən şortla birlikdə videolarım var. İstər pensiyadan bağlı olsun, istər əyrin təyinatından bağlı olsun, istər sosial yardımdan bağlı olsun. Hörmətli icracılar, baxıb tanış ola bilərsiniz. Bir də xahiş edin, kim baxırsa kanala, imkan daxilində kanala abunə olsun və videonu bəyənsin və videodan faydalanırsa iyanə edin. Hörmətli icracılar, mütləq qaydada, zəhmət olmasa. Kanalın dəstəyə ehtiyacı var. Hal-hazırda 5600 abunə var. Belə deyək, 4400 abunə satılmış ki, 10.000 abunə olsun. Onu da ayın axırına qədər yığmaq istəyirəm. Hörmətli icracılar, mütləq qaydada. Gəlin bir-birimizə dəstək var. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.